Deməli 121-ci test tapşırığına baxırıq genetika time bölməsində. Bax burada deyir ki, mavi rəngli xoruzla mavi rəngli toyuqdan 75 dənə qara, 75 dənə ağ və 348 dənə mavi cücə əmələ gəlmişdir. Bu populyasiyada qara rəng daşıyan genin rast gəlmə tezliyini hesablayın. Deməli biz belə qoyaq. Deməli biz bilirik ki, böyük A geni qara dominantdır. Deməli kiçik A ağdır. Kiçik A deməli ağdır və böyük A, kiçik A da mavidir. Mavidir. Bu komplementar təsirdə toyuqlarla xoruzlar arasında var idi. Bax o demək ona aid, o çarpazlaşmaya aiddir. Orada böyük A qara dominant idi, kiçik A deməli ağ resessiv idi. Böyük A, kiçik A əlaməti mavi rəng idi. İndi bizə deyir ki, mavi rəngli xoruzla mavi rəngli toyuqdan 75 dənə qara. 75 dənə qara. Bu qaranın üzə çıxması üçün bu belə formada olsa olmur axı. Böyük A şəklində üzə çıxmalıdır. Kiçik A-da ağın üzə çıxması üçün bu kiçik A formasında olmalıdır. Bu da elə böyük A, kiçik A-dır. Deyir 75 dənə qara var. 75 dənə qara var. 75 dənə ağ var. 75 dənə ağ var. 348 dənə də mavi var. 348 dənə də mavi var. Bu 75 dənə ağ bilirsiniz nə deməkdir? Yəni burada böyük A genindən 75 dənədir. Yəni 75-i vuracam 2 dənə. Daha doğrusu 75-i vuracam 2-yə, tapacam 150 dənə böyük A geni. Düzdür? Burada 75-i 2-yə vuracam. 75-i 2-yə vuracam. Tapacam 150 dənə kiçik A geni. Kiçik A geni. Böyük A, kiçik A. Bir dənə bura diqqətlə baxaq. 348 dənə deyir mavi cücə əmələ gəlib. Nə vaxt? Çarpazlaşmadan sonra. Bəs bu populyasiyada bu mavi cücələri əmələ gətirən deyir mavi rəngli xoruz, mavi rəngli toyuqdan əmələ gəliblər də bunlar. Bax, mavi dişidən bir də mavi erkəkdən əmələ gəliblər. Düzdür? Böyük A, kiçik A, böyük A, kiçik A. Bunlarda çarpazlaşma gedib 348 dənə cücə əmələ gəlib mavi. İndi biz bu populyasiyada əlbəttə ki, ana ilə atanı da götürəcəyik. Çünki onlarda mavi daxil. Böyük A, kiçik A olublar ki, üzə çıxıb da mavi rəngli xoruzla deyir mavi rəngli toyuqdan bu qədər cücə üzə çıxıb. Deməli biz ana ilə atanı da 348-in üzərinə gəlsək, 348 üstə gəlinsin 2 bərabər olacaq 350. Gəlin səliqəli şəkildə artda yazaq. Deməli mənim 75 dənə böyük A genim var idisə, bu 75 vurulsun 2 bərabərdir 150 dənə böyük A geninə. 75 dənə kiçik A geni var idisə, 75-i vururam 2-yə bərabərdir 150 dənə kiçik A geni. 348 böyük A, kiçik A bərabərdir 348. Bu nə deməkdir? 348-i deməli 348 yox, artıq 350 oldu. Çünki mən üstünə gəldim axı ata ilə ananı da. 350 böyük A, kiçik A genin, böyük A, kiçik A bilirsiniz nə deməkdir? Yəni 350 dənə burada böyük A geni var, 350 dənə də kiçik A geni var. Yəni bunlara diqqət eləmək lazımdır. 350 bunların qarşısındadırsa, deməli 350 dənə böyük A geni var, 350 dənə kiçik A geni var. Mən ümumi geni tapmalıyam. Ümumi geni tapmaq üçün bax 150 dənə A geni buradadır, 150 kiçik A geni buradadır, 350 böyük A geni buradadır, 350 kiçik A geni buradadır. 150 ilə 150-ni toplayanda elədir 300, 350 ilə də 350-ni toplayanda 700, 700 ilə də 300-ü toplayanda cəmi 1000 dənə gen eləyir. Bax məndən nəyi soruşur? Bax bu 348-ə görə cavab çox vaxt səhv alınır. Ona görə ata ilə ananın da genotipi mavi olduğuna görə üstünə gəldik oldu 350 dənə böyük A, kiçik A. Bu da parçalananda 350 böyük A var, burada 350 dənə də kiçik A var. Və bizə deyir ki, bu populyasiyada qara rəng daşıyan genin rast gəlmə tezliyini hesablayın. Qara rəng daşıyan gen böyük A deyil idi, böyük A qara idi də. Böyük A neçə dənədir? 150 dənə böyük A buradadır.
350 dənə böyük A da buradadır. Başqa yerdə böyük A yoxdur. Deməli mən 150 böyük A ilə buradakı 350 böyük A-nı toplasam, deməli cavab eləyəcək 500 dənə böyük A geni. Mənim cəmi nə qədər genim var idi? 1000 dənə gen. Məndən qaranın rast gəlmə tezliyini soruşur da, düzdür? Böyük A geninin rast gəlmə tezliyini soruşursa, böyük A 500-dür. Mənim ümumi genimdə 1000-dir. 500-ü böləcəm 1000-ə. Bu da eləyəcək 0,5. Cavab demək 0,5 D variantı olacaq. 122-ci test tapşırığına baxıram, deyir, aşağıdakı genotiplərdən hansı maksimum daha çox qamet verər? Bax, genotiplərin verdiyi qametləri 2 üstü n düsturundan hesablaya bilərik. Bax, birinci genotipi yazıram. Böyük A, kiçik A, böyük B, kiçik B, böyük C, kiçik C, böyük D, kiçik D. Bax, elə ən çox verən A variantıdır. Mən 2 üstü n düsturundan hesablayıram da, düzdür? Məsələn, bax, bir dənə heterozigot, 2 dənə, 3 dənə, 4 dənə. 2 üstü 4 olacaq. Bu deyiləcək 4, 16. 16 dənə qamet verəcək. Bax, bu verəcək 16 dənə qamet. Kiçik A, burada neçə dənə heterozigot var? Yəni, bunu heç yazmağa ehtiyac yoxdur. Burada 4 dənə heterozigot var. 2 üstü 4. Elə burada yazıram. 2 üstü 4 olacaq nə? 16. Sonra burada neçə dənə heterozigot var? 2 dənə. Yəni, 2 üstü 2 bu eləyəcək 4 qamet. Burada heterozigot yoxdur. Ona görə bu bir tip qamet verəcək. Burada heterozigot sayı 2 dənədir. Ona görə 2 üstü 2 bərabərdir 4 qamet. Burada bir dənə heterozigot, 2 dənə heterozigot, 2 üstü 2 bu da eləyəcək 4 qamet. Bizdə deyir ki, hansı maksimum daha çox qamet verən? Maksimum daha çox qamet verən olacaq A variantı. Bəli, A variantı, çünki bu 16 dənə qamet verəcək. B variantından D, C variantı 4 qamet verəcək. Bu isə cəmi burada heterozigot olmadığına görə 1 qamet verəcək. Deməli, 123-cü test tapşırığına baxırıq. Genetika time test toplusundan. Deməli, 123-də bizə deyilir ki, ata 3-cü qan qrupu, ana isə 4-cü qan qrupuna malikdir. Bunların övladlarının 1-ci qan qrupu olma ehtimalı neçə faizdir? Gəlin çarpazlaşdıraq. Bax, bu 123-də. Deməli, 123-də deyir ki, ata 3-cü qan qrupudur. Ata 3-cü qan. Ata 3-cü qan qrupu BB-də ola bilər, B0-da ola bilər. Bilmirəm hansıdır. Ata budur. Hansıdır bilmirəm. İkisini də götürəcəm. Ana 4-dür. Ana 4-dür. İndi gəlin bir dəfə BB-ni çarpazlaşdıracağım AB ilə. Yəni bu erkək, aha bu da dişi. Bir dəfə də B0-ı deməli çarpazlaşdıracağım ana ilə, dişi ilə 4-cü qrupuna. Gəlin baxaq. Buradan mənə bir dənə B qaməti, buradan böyük A, böyük B. Böyük A, böyük B, böyük B. Deməli, böyük B. Birinci halda, birinci versiyada əmələ gələn AB 4-cü qan qrupu, bir də 3-cü qan qrupu. 4-cü qan qrupu, bir də 3-cü qan qrupu uşaqlar meydana gələ bilər. 50%. 4-cü, 50% də 3-cü qan qrupu. İndi bura baxaq. Deməli, bu mənə bir dənə B, bir dənə 0, bir dənə böyük A, bir dənə də böyük B verəcək. Mən bu çarpazlaşdıracağım A, B, bu B ilə bu B olacaq B, B. Bir dəfə bununla bunu götürəcəm A, 0. Bir dəfə də bununla bunu götürəcəm. Olacaq B, 0. Deməli, AB 4, BB 3, A, 0. 2, B0, 3. Deməli, burada da 25% 4-cü qan qrupu, 25% deməli 3-cü qan qrupu, 25% 2-ci qan qrupu, 25% yox, 50% deməli 3-cü qan qrupu, çünki 2 dənə 3-cü qan qrupu var. 25% 4-cü qan qrupu, 4-cü qan qrupu, 25% də 2-ci qan qrupu əmələ gəldi. Deməli, bax 2, 3, 4, 2 də əmələ gəldi, 3 də, 4 də hamısı əmələ gəldi. Amma bizdən nə soruşur? Bunların övladlarının 1-ci qan qrupu olma ehtimalı. Burada 1-ci qan qrupu olma ehtimalı 0-dır. Çünki biz onu bir dəfə
Üçüncü qan qrupunu homozigot vəziyyətdə götürdüm. Bax, böyük B, böyük B. Bir dəfə də heterozigot vəziyyətdə götürdüm. Homozigot vəziyyətdə götürəndə 50% 4-cü qrup, 50% 3-cü qrup alındı. Homozigot 3-cü qrup heterozigot vəziyyətdə böyük A, yəni 4-cü qan qrupundan. Deməli, burada 50% 3-cü qan qrupu alındı. Hər iki versiya 3-cü qan qrupu. A0 2-ci qan qrupu alındı 25% və 25% də 4-cü qan qrupu alındı. Birinci qan qrupu burada olmadığına görə cavabımız 0 olacaq. Y variantı. Deməli 124-cü test tapşırığına baxaq. Deyir hansı xəstəliyin əlamətləri verilmişdir. Bax bu kitabda olan hazır bir məlumat olduğuna görə burada yazılır ki, miyelin qişası dağılır. Bunları yəni sadəcə əzbər yadda saxlayırıq. Əqli zəiflik olur, hərəkət koordinasiyası itir və bəzi orqanlarda çatışmazlıq müşahidə olunursa bu Tay-Saks xəstəliyidir. Bunu da yadımızda saxlayaq.